Hakkında danışmak istediğim test kitabı 11. sınıf kitabıdır ve bu kitabın müəllifləri də Samir Balakişi ve Ceyhun Kərimovdur. Gəlin əvvəlcə baxaq görək test kitabında nələr var. 50 unit var, yəni 50 bölmə var. Hər bölmə üçün readings, listenings, essay and vocabulary. Və buradan skan edərək QR kodları siz dinləmələrə qulaq astıra bilərsiniz. Əvvəlcə kitabın müəllifləri haqqında məlumatlar verilib və hətta əlaqə nömrələri də var. Siz onlarla əlaqə saxlaya bilərsiniz. Sonra vəsaitin özellikləri, paragraf yazısı haqqında nümunə və onun yazılma qaydaları və baxırıq unit 1 üçün testlərə. Bir listening tapşırığı, yəni listeningə qulaq asıb listening üzrə tapşırıqlar edirsiniz və bu zaman onun lüğətindən də istifadə edə bilərsiniz. Lüğət ingilis, Azərbaycan və rus dillərində verilib. Sonra isə 2 tekst verilib. İmtahan modelinə uyğun. Read the passage and answer question from 5 to 8. Baxın 2 mətn. Və hər mətndə özünün lüğəti verilib. Eyni qayda ilə ingilis, Azərbaycan və rus dillərində. Sonra isə paragraf yazısı və paragraf yazını yazmaq üçün burada da lüğət verilib. Və beləcə 50 unit davam edir. Kitabın sonunda cavablar verilib. Hər testin özünün cavabları. Və elm nəşriyyatına hədiyyə qazanmaq mümkündür. Bu qaydalara riayət edərək. Kitabın qiyməti münasib